Əziz izləyicilərim, bu günləri səhər mən saat 5-də yuxudan durdum və qaynanama yemək hazırladım və həyat yoldaşım Sabiti yuxudan oyadıb onu işə yola saldım. Ümumiyyətlə mən öz qaynanama ana deyə müraciət edirəm. Hətta elə vaxtlar olur ki, o xəstələndə mən onun ayağını vannada yuyuram. Yəni o dərəcə mən çox sevirəm, çünki o mənim yoldaşımın anasıdır. Niyə gülürsən ömrüm? Bir də ki, əziz izləyicilərim, mən xoşlamıram ki, bir qadın kişinin telefonuna, kaşlokuna qarışsın. Qətiyyən elə şey sevmirəm. İstəmərəm də ki, qarışam. Yoldaşım saat neçədə evə gəlir, fərqi yoxdur mənim üçün. Əsas odur ki, gecə evinə gəlir. Mən qaynatama çox bağlı insanam, çox sevirəm. Hətta mən ona ata deyə müraciət edirəm. O zibilləri atmağa gedəndə onun əlindən zibilləri alıb mən özüm atıram. Hal-hazırda yoldaşım gülür, ancaq əziz izləyicilərim, yəni mən zibillərdə özüm atıram, səhər tezdən çörək dalıcıda özüm gedirəm. Hər gün saat 5-də mən oyanmasam mənim keyfim pozular. Yəni mən elə bir insanam. Yoldaşım dəfələrlə içib evə gəlib, heç vaxtda mən ona deməmişəm ki, niyə bu qədər içirsən? Əslində deyirəm, nə qədər bacarırsan iç. Çünki o içəndə daha şirin olur, daha gözəl olur.